Salam Səbinə qeyd edeyim ki, səhər saatlarında Cənubi Qafqaz Forum arxada gördüyünüz bu binada işinə başladı və burada əsas müzakirə mövzusu sivilizasiyalar arası, mədəniyyətlər arası diyaloqdur və burada deməli regionda baş verən münaqişələr, eləcə də qadınlar arasında gender bərabərliyi məsələsi müzakirə olundu. Toplantıda Prezident İlham Əliyev, Gürcüstan Prezidenti Mikhail Saakashvili, İordaniya Kraliçası xanım Nu, eləcə də 30-a yaxın ölkənin keçmiş prezidentləri və baş nazirləri iştirak etdi. İlk öncə toplantıda Prezident İlham Əliyev çıxış elədi və bildirdi ki, ümumiyyətlə bu forumun keçirilməsi üçün seçilən məkanın Azərbaycan olmasından çox şaddır. O deməli bildirdi ki, sivilizasiyalar arası diyaloq yalnız şüar olmamalıdır. Biz əməldə də bunu eləməliyik. Daha sonra dövlət başçısı Azərbaycanın əldə etdiyi uğurlar, iqtisadiyyat barədə məlumat verdi və Cənubi Qafqazda baş verən münaqişələrə də toxundu. Prezident İlham Əliyev bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün olmadan Cənubi Qafqaz regionunda sülhü, sabitliyi təmin etmək mümkün değil. Prezident İlham Əliyev vurğuladı ki, məhz Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla Azərbaycan arasında münasibətlər demək olar ki, ideal səviyyədədir. Lakin Ermənistanla münaqişə olduğu üçün heç bir münasibət yoxdur və Ermənistanla da münasibətlər yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqda və Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra mümkün olar və prezident vurğuladı ki, məhz bu həll olunmayana dək Cənubi Qafqazda da sabitlik mümkün olmayacaqdır. Daha sonra toplantıda çıxış edən Vayra Vike Ferbaq, Latviyanın keçmiş prezidenti də vurğuladı ki, ümumiyyətlə münaqişələr həll olunmalıdır, ərazi bütövlüyü pozulmuş bütün dövlətlərin ərazi bütövlüyü bərpa olunmalıdır və BMT-nin qəbul etdiyi bütün qətnamələr qəbul olunmalıdır. Qeyd edeyim ki, Səbinə toplantı hələ də bu saatlara qədər davam edir.